Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Bu həftənin qalan günləri bəzi büyüklər üçün olduqca maraqlı və ümidverici enerjilər vəd edir. Ulduzların düzülüşünə əsasən yalnız bəxti gətirənlər üçün yeni tanışlıqlar, sevindirici xəbərlər və maliyyə sahəsində gözlənilməz dəyişikliklər baş verə bilər. İndi isə gəlin hər bir bürc üçün bu dövrün nə vəd etdiyinə daha ətraflı nəzər salaq. Oğlaq bürcü üçün bu günlər sakit, amma məhsuldar bir dövr kimi yadda qalacaq. Sürətli dəyişikliklər gözlənilməsə də addım-addım irəliləyiş sizi uğura aparacaq. Səbirli və planlı hərəkət etdiyiniz üçün zəhmətinizin bəhrəsini yaxın zamanda görəcəksiniz. Bu dövrdə əsas məsələ tələsməmək və başladığınız işləri sona çatdırmaqdır. Qız bürcü üçün gözlənilməz dəyişikliklər gündəmdə ola bilər. Əvvəlcədən qurduğunuz planlar birdən dəyişə bilər, amma bu sizi narahat etməməlidir. Çünki bu dəyişikliklər əslində yeni imkanların qapısını açır. Məqsədlərinizi yenidən gözdən keçirmək və yaxınlarınızın məsləhətlərini dinləmək sizin üçün faydalı olacaq. Bəzi bürcü üçün münasibətlər ön plana çıxır. Bu dövr həm ailə, həm də dostluq münasibətlərini gücləndirmək üçün çox uyğun zamandır. Eyni zamanda iş və şəxsi həyat arasında balans yaratmaq daha asan olacaq. Tələsik qərarlardan uzaq durmaq isə sizi mümkün problemlərdən qoruyacaq. Xatan bürcü üçün diqqətinizi əsas hədəflərinizə yönəltmək vacibdir. Bütün planlar dərhal həyata keçməsə də bu sizi ruhdan salmamalıdır. Bu günlər gələcək uğurlar üçün möhkəm təməl qurmaq baxımından əhəmiyyətlidir. Səbirli olmaq və ardıcıl çalışmaq sizin ən böyük üstünlüyünüz olacaq. Dolça bürcü üçün dəyişiklik istəyi güclənir. Yeni qərarlar vermək, həyatınızda yeniliklər etmək istəyəcəksiniz. Lakin bu prosesdə tələsməmək çox vacibdir. Vəziyyəti diqqətli analiz etmək və hər addımı düşünərək atmaq sizə daha uğurlu nəticələr gətirəcək. Xüsusilə yaxın aylarda qarşınıza çıxacaq imkanlar üçün hazır olmaq lazımdır. Balıqlar bürcü üçün emosiyalar ön planda olacaq. Hissləriniz bəzən qərarlarınıza təsir edə bilər. Buna görə də sakit qalmaq və hər şeyi daha məntiqli şəkildə dəyərləndirmək tövsiyə olunur. Bu dövr həm də daxili dünyanızla məşğul olmaq, özünüzü daha yaxşı tanımaq üçün ideal zamandır. Qoç bürcü üçün səbirli olmaq əsas şərtdir. İşlə bağlı məsələlərdə tələskənlik səhvlərə yol aça bilər. Ona görə də yarımçıq qalan işləri tamamlayaraq irəliləmək daha doğru seçim olacaq. Bu yanaşma sizi daha stabil nəticələrə aparacaq. Boğa bürcü üçün isə sakitlik və sabitlik arzusu artır. Yorğunluq hiss edə bilərsiniz və bu səbəbdən özünüzə vaxt ayırmaq çox vacibdir. Həftənin sonuna doğru dincəlmək və enerjinizi bərpa etmək sizə yaxşı təsir edəcək. Maliyyə ilə bağlı mühüm qərarları isə bir qədər təxirə salmaq daha məqsədə uyğundur. Ümumilikdə bu həftənin qalan günləri hər kəs üçün fərqli enerjilər gətirsə də əsas mesaj eynidir. Səbirli olun, tələsməyin və qarşınıza çıxan imkanları düzgün dəyərləndirin. Ulduzlar sizə yol göstərir, amma doğru qərarı verən yenə də siz olacaqsınız.